Budur, İlahiyanın saçlarına 250 qram qaynaq etdik, kəsim etdik. Boyasını hələ saxlamışıq. İndi səfəri var, səfərdən öncə boyayacağıq saçını. Və həm istəyirəm saçların keyfiyyəti, həm qaynaq haqqında, həm kəsim haqqında öz fikirlərimi Öncəliklə onu deyim bildirəsən. ki, bundan öncəki qaynağımız düz 4 ay qaldı. Onu da Saniko yığmışdı. 4 ay, hətta sökəndə biraz əziyyət çəkdik. O demək ki, keyfiyyətli məhsullardan istifadə olunmuşdu. Təşəkkür edirəm. Çünki bəzən vaxtım olmur sökdürməyə falan, amma sağ ol ki, idarə elədi. Növbəti saç haqqında dünən qorxa-qorxa ilk dəfə yudum. Dedim, nə olar, nə olmaz, saçdır. Amma maşallah olsun, bundan öncəki saçımdan çox daha keyfiyyətli saçdır. Çünki bu dəfə yudum və heç bir spreylərdən də istifadə etmədim. Sənə yalandan dedim edəcəm, amma etmədim. Çünki saçın buna artıq ehtiyacı yox idi. Saçı yuduğumla, elə daradığımla da gördüm ki, saç çox maşallah keyfiyyətli saçdır. Təşəkkür edirəm. Bu arada kəsim haqqında danışacağım. Ən sevdiyim kəsimdir. Kələbək kəsimi deyirlər buna. Və heç bir zaman bax bu effekti ala bilmirdim. Amma indi o qədər gözəl kəsmişsən ki, dünən evdə özüm eləyə bildim bunu. Demək ki, kəsim düzgün strukturla kəsilib. Təşəkkür Hər edirəm. zaman Söz verirəm ki, gözəlliklə. bu dəfə 4 ay uzatmayacağam, amma bilirəm ki, 4 ay uzatsam belə o qədər keyfiyyətli məhsullardan istifadə olunur ki, bir şey olası deyil qızlar. Əgər həm keyfiyyətli belə deyək, məhsul, eyni zamanda gözəl saç gözəl nəyə deyirik? Qıvrılmasın, darayanda problem Yanda problem yaratmasın. yaratmasın. O zaman Sanikon səhifəsini taq eləyirəm. Gəlin, məni kimi gözəlliyinizə gözəlliyi burada qatın. Hər zaman gözəllikdir.